Polşada yaşadığımdan bəri mənə yazılan mesajların çoxsu eyni olur. Mənə kömək elə, mənə bir yol göstər, maddi olaraq dəstək ol, məni də bura gətir. Bu tip mesajları mən çox tez-tez alıram. Mənə bu formada mesajlar yazılır. Bəzən hiss edirəm ki, hamının son ümid yeri mənəm. Hamı düşünür ki, əgər xaricdə yaşayırsansa, xaricdəsənsə, hər şey yaxşıdır, vəziyyət zordur. Amma heç kim düşünmür ki, burada yaşayan insanın da öz yükü var, öz xəstləri var, öz yorğunluğu var, öz problemləri var. Mən təbii ki, hər kəsə bacardığım qədər dəstək olmağa hazıram, oluram da. Amma durub da mənim imkanım yoxdur, mənə maddi olaraq kömək elə, ora gəlim, gələndən sonra borcumu ödəyərəm. Bu mövzularla bağlı artıq dərəcədə sizdən xahiş edirəm. Nə məni, nə də başqalarını narahat eləməyin. Kiçicik də bir şad xəbər verim sizlərə. İnşallah Allahın izni ilə bir neçə məsələ var, bir neçə fikirlərim var. Bunların üzərində işləyirəm. Hazır olduğumda bu mövzu ilə bağlı mənə müraciət edən şəxsləri sevindirəcəm, lakin bir qədər vaxta ehtiyacım var və o vaxt gəlib çıxdığı zaman sizlərə mütləq məlumat verəcəm.